Namaz kitabı. Ənəs ibn Məlik radiyallahu anhu, Əbu Zər radiyallahu anhudan belə rəvayət etmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Mən Məkkədə ikən evimin damı aralandı və Cəbrail yanıma indi. Köksümü yardıqdan sonra onun içini zəmzəm suyu ilə yudu. Sonra içi hikmət və imanla dolu olan qızıl ləyən gətirib, içindəkiləri köksümə boşaltdı və onu bağladı. Sonra əlimdən tutub məni yerə ən yaxın olan göyə qaldırdı. Mən yaxın göyə gəlib çatdıqda, Cəbrail zamanın gözətçisinə aç dedi. Gözətçi kimdir deyə soruşdu. O, Cəbraildir dedi. Gözətçi, yanında kimsə varmı deyə soruşdu. Cəbrail, Muhammed yanımdadır dedi. Gözətçi soruşdu. Ona gəlsin deyə xəbər göndərildimi? Cəbrail, bəli dedi. Göy qapıları açıldıqda biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində insanlardan ibarət toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O məni görüb dedi: Əməli salih Peyğəmbər və əməli salih oğul xoş gəlibdir. Mən Cəbraildən bu kimdir deyə soruşdum. Dedi, bu Adəmdir. Onun sağında və solunda olan toplumlar isə zürriyyətinin ruhlarıdır. Sağında duranlar cənnət əhli, solunda duranlar isə cəhənnəm əhlidir. Buna görə də sağına baxanda gülür, soluna baxanda ağlayır. Sonra Cəbrail mənimlə ikinci göyə qalxdı və onun gözətçisinə aç dedi. Bu gözətçi də ona əvvəlki gözətçinin dediyini deyəndən sonra qapını açdı. Ənəs radiyallahu anhu demişdir: Əbu Zər Peyğəmbər sallallahu aleyhi və səlləmin göylərdə Adəmi, İdrisi, Musanı və İbrahimi gördüyünü söyləsə də, onların məqamları barədə dəqiq bir söz demədi. Yalnız Adəmi aşağı göydə, İbrahimi də 6-cı göydə gördüyünü söylədi. Ənəs radiyallahu anhu demişdir: Cəbrail Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə İdrisin yanına gəldikdə, İdris, əməli salih Peyğəmbər və əməli salih qardaş xoş gəlibdir dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Mən bu kimdir deyə soruşdum. Cəbrail İdrisdir dedi. Sonra mən Musanın yanına gəldim. Musa, əməli salih Peyğəmbər və əməli salih qardaş xoş gəlibdir dedi. Mən bu kimdir deyə soruşdum. Cəbrail Musadır dedi. Sonra mən İsa'nın yanına gəldim. İsa, əməli salih qardaş və əməli salih Peyğəmbər xoş gəlibdir dedi. Mən bu kimdir deyə soruşdum. Cəbrail İsa'dır dedi. Sonra mən İbrahimin yanına gəldim. İbrahim, əməli salih Peyğəmbər və əməli salih övlad xoş gəlibdir dedi. Mən bu kimdir deyə soruşdum. Cəbrail, İbrahim sallallahu aleyhi və səlləmdir dedi. İbn Şihab, İbn Abbasdan və Əbu Həbbə Əl-Ənsaridən rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Sonra Cəbrail mənimlə elə bir yüksəkliyə qalxdı ki, mən qələmlərin xışıltısını eşitdim. Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Allah mənim ümmətimə 50 vaxt namaz qılmağı vacib buyurdu. Mən geri qaydarkən Musanın yanına gəlib çatdıqda o, Allah sənin ümmətinə nəyi əmr etdi deyə soruşdu. Dedim, 50 vaxt namaz qılmağı vacib buyurdu. Musa dedi, Rəbbinin yanına qayıt və ondan bu hökmü yüngülləşdirməyi xahiş et. Çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək. Mən yenidən ona müraciət etdim və o bu sayı bir qədər azaltdı. Sonra Musanın yanına qayıdıb, o bu sayı bir qədər azaltdı dedim. Musa dedi, yenə Rəbbinə müraciət et. Çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək. Mən yenidən ona müraciət etdim və o bu sayı bir qədər də azaltdı. Sonra Musanın yanına qayıtdım. O dedi, yenə Rəbbinə müraciət et. Çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək. Mən yenidən Allaha müraciət etdim. O isə onlar sayca 5'dir, savab baxımından isə 50'dir. Çünki mənim sözüm dəyişməzdir deyə buyurdu. Və mən Musanın yanına qayıtdım. O, yenə Rəbbinə müraciət et dedi. Lakin mən Rəbbimdən utanıram dedim. Sonra Cəbrail məni son həddəki sidr ağacının yanına apardı. Onun rəngləri vəsfə gəlməzdir. Sonra məni cənnətə daxil etdilər. Orada məni incilər düzülmüş boyunbağlar, ha belə cənnət torpağının müşk olduğunu gördüm. Ayşə radiyallahu anhə rəvayət edir ki, Allah səfərdə və evdə qılınan namazları 2 rükət qılmağa əmr etmişdi.
Sonralar isə səfərdə qılınan namazlar olduğu kimi qaldı. Daimi yaşayış yerində qılınan namazlara isə 1 və ya 2 rükət artırıldı. Ömər ibn Əbu Sələmə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir paltarda namaz qılar və onun ətəklərini bir-birinin üstünə aşıraraq çiyinlərini örtərdi. Ummuhani bint Əbu Talib radiyallahu anhə rəvayət edir ki, Məkkənin fəthi ilində mən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına getdim və onun qüsül etdiyini, Fatimənin də ona pərdə tutduğunu gördüm. Mən Peyğəmbərə salam verdim. O, bu qadın kimdir deyə soruşdu. Mənəm Əbu Talibin qızı Ummuhani deyə cavab verdim. Peyğəmbər, xoş gəlibsən Ummuhani dedi və qüsül edib qurtardıqdan sonra tək bir örtüyə bürünüb 8 rükət namaz qıldı. Namazını qılıb qurtardıqdan sonra mən dedim, Ya Rasulullah, qardaşım himayəmə götürdüyüm Hubeyranın oğlu filankəsi öldürəcəyini söyləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey Ummuhani. Ummuhani dedi, o vaxt səhər açılmışdı, duha namazının vaxtı idi. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmlə tək bir libasda namaz qılmaq barədə soruşdu. Peyğəmbər dedi, məgər sizin hər birinizin 2 libası var? Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, sizdən heç biriniz bir paltarda çiyinləri açıq namaz qılmasın. Rəvayət edilir ki, Əbu Hureyra demişdir, mən Peyğəmbərin belə dediyini eşitdiyimə şahidlik edirəm. Qoy bir paltarda namaz qılan kəs, onun ətəklərini bir-birinin üstünə ataraq çiyinlərini örtsün. Cabir ibn Abdullah radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə səfərdə olduğumuz zaman öz işimə görə gecə onun yanına gəldim və onun namaz qıldığını gördüm. Əynimdə bir paltar var idi. Mən paltara bürünüb onun yanında namaz qıldım. Namazı bitirdikdən sonra gecə vaxtı səni bura gətirən nədir ey Cabir deyə soruşdu. Mən gəlişimin məqsədini ona bildirdim. Sözümü bitirdikdən sonra bəs bu gördüyüm bürünməyin nə idi deyə soruşdu. Mən bu paltar çox dardır dedim. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Paltarın geniş olarsa ona bürün, çiyinlərini də ört. Çox dar olarsa onu belinə bağla, göbəkdən dizə qədər bədəninə dola. Peyğəmbərin bu sualı verməsi ona görə idi ki, Cabir paltarına büründükdə onun ətəklərini çiyninə atmışdı və az qala ayıb yerləri açıq qalacaqdı. Səhl radiyallahu anhu rəvayət edir ki, bəzi əshabələr fitələrinin ətəklərini oğlan uşaqlarının etdiyi kimi boyunlarına bağlayıb Peyğəmbərlə birlikdə namaz qılardılar. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaat namazına gələn qadınlara deyərdi, kişilər qalxıb oturana dək siz başınızı səcdədən qaldırmayın. Muğira ibn Şəubə radiyallahu anhu rəvayət edir ki, bir dəfə mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə səfərdə olarkən o mənə, ey Muğira, götür bu qabı deyə buyurdu. Mən də onu götürdüm. Peyğəmbər sallallahu aleyhi və səlləm gözdən itənədək uzağa gedib təbii ehtiyacını rəf etdi. Onun əynində şam cübbəsi var idi. O əlini cübbənin qolundan çıxarmaq istədikdə onun çox dar olduğunu gördü və buna görə də əlini cübbənin aşağı tərəfindən çıxartdı. Mən onun əlinə su tökdüm və o namaz üçün dəstəmaz aldığı qaydada dəstəmaz alıb məstlərinə məst çəkdi. Sonra da namaz qıldı. Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm izarını belinə bağlayıb Qureyşlilərlə birlikdə Kəbə evinin yenidən tikilməsi üçün daş daşıdığı zaman əmisi Abbas ona dedi, ey qardaş oğlu, bəlkə izarını açıb çiyninə, daşıdığın daşların altına qoyasan. Cabir dedi, o izarını açıb çiyninə qoyan kimi özündən getdi və bundan sonra onu bir daha heç kim izarsız görmədi. Əbu Səid Əl-Xudri radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabələrə paltarlarına tam bürünməyi, ha belə təkcə bir paltar geymiş kişiyə yerə oturub dizlərini qaldırıb qolları ilə onları qucaqlayaraq, ayıb yerlərini açıq qoymağı qadağan etmişdir. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 2 cür alışverişi, əl sürtməklə bir də atmaqla aparılan alışverişi, həmçinin paltara tam bürünməyi və bir də təkcə bir paltar geymiş kişiyə yerə oturub dizlərini qaldırıb qolları ilə onları qucaqlamağı qadağan etdi.
Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, həcc ziyarəti əsnasında Əbu Bəkr məni müəzzinlərlə birlikdə göndərdi ki, Qurban günü Mina vadisinə gedib orada insanlara elan edək ki, gələn ildən başlayaraq heç bir müşrik həcc ziyarətinə gəlməyəcək və heç kəs lütüryan Kəbəni təvaf etməyəcəkdir. Humeyd ibn Abdurrahman dedi, bunun ardınca Peyğəmbər Əli ibn Əbu Talibi Əbu Bəkrin yanına göndərib tapşırdı ki, Bəraət surəsinin nazil olduğunu cəmaata elan etsin. Əbu Hüreyrə demişdir, Qurban günü Əli ibn Əbu Talib bizimlə birlikdə Minadakılara elan edib, gələn ildən heç bir müşrikin həcc ziyarətinə gəlməyəcəyini və heç kəsin lütüryan Kəbəni təvaf etməyəcəyini bildirdi. Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qoşun yığıb Xeybərə yollandı. Biz bu kəndin yaxınlığında səhər alaqaranlıqda sübh namazını qıldıq. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm və Əbu Talhə öz miniklərinə mindilər. Mən isə Əbu Talhənin tərkinə mindim. Peyğəmbər miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Peyğəmbərin buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı. Onda mən Peyğəmbərin budunun ağlığını gördüm. Kəndə daxil olduqda o, Allahu Akbar, Xeybər dağıldı. Həqiqətən biz fasiq qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı necə də pis olar dedi və bunu 3 dəfə təkrar etdi. Ənəs dedi, Xeybərlilər öz işlərindən ötürü evlərindən çıxıb, Muhammed öz qoşunu ilə gəldi dedilər. Ənəs dedi, biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihiyə gəlib dedi, ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver. Peyğəmbər sallallahu aleyhi və səlləm, get birini götür dedi və o da Səfiyyə bint Hüyeyyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin yanına gəlib dedi, ey Allahın Peyğəmbəri, sən Dihyəyə Qureyza və Nadir qəbilələrinin xanımı Səfiyyə bint Hüyeyyi verdin. Halbuki o qadın ancaq sənə layiqdir. Onda Peyğəmbər onu qadınla bir yerdən yanıma çağırın deyə buyurdu. Dihyə Səfiyyəni onun yanına gətirdi. Peyğəmbər qadına baxıb Dihyəyə dedi, cariyələrdən başqa birisini götür. Ənəs dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm Səfiyyəni azad edib onunla evləndi. Sabit Ənəsdən soruşdu ki, bəs Peyğəmbər ona mehr olaraq nə verdi? Ənəs dedi, onun özünü, onu azad etdi və onunla evləndi. Ənəs dedi, nəhayət yolda Ummu Süleym Səfiyyəni Peyğəmbər sallallahu aleyhi və səlləm üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, qoy kimdə yeməyə bir şey varsa bura gətirsin və yerə bir dəri sərdi. Bu vaxt kimi xurma, kimi də yağ gətirdi. Bu hədisi rəvayət edənlərdən biri dedi, güman edirəm ki, Ənəs sıyığı da qeyd etdi. Ənəs dedi, sonra onlar heys hazırladılar. Allahın Peyğəmbərinin toy ziyafəti belə oldu. Heys, xurma, ərinmiş yağ və undan hazırlanmış yeməkdir. Ayşə radiyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə sübh namazını qılarkən onunla bərabər mömin qadınlar da ipəkdən və ya yundan olan örtüklərinə bürünərək namaz qılardılar və evlərinə qaydanda heç kəs onları tanımazdı. Ayşə radiyallahu anhə rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm bəzəkli paltarda namaz qılarkən onun naxışlarına nəzər saldı. Namazı bitirdikdən sonra isə, bu bəzəkli paltarımı aparıb Əbu Cəhmə verin, onun ənbicaniyəsini mənə gətirin. Çünki bu bəzəkli paltar biraz əvvəl məni namazdan yayındırdı. Ənbicaniyə üstündə heç bir naxışı və bəzəyi olmayan qalın yun əbadır. Ənəs radiyallahu anhu rəvayət edir ki, Ayşənin bəzəkli nazik yun bir pərdəsi var idi ki, onunla otağın bir hissəsini ayırmışdı. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, bu pərdəni götür buradan. Çünki onun naxışları həmişə namaz qılarkən gözlərimin önündə durur və məni namazdan yayındırır. Uqbə ibn Amir radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə arxasında kəsik olan ipək paltar hədiyyə etmişdilər. O, bu paltarı geyib onda namaz qıldı və namazı bitirdikdən sonra nifrət etdiyi bir şey kimi onu tez əynindən çıxarıb dedi, Allahdan qorxanlara bunu geymək yaraşmaz. Əbu Cüheyfə rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi qırmızı dəri çadırda olarkən gördüm.
Ha belə Bilalın Peyğəmbərin dəstəmaz aldıqdan sonra qalmış suyunu götürdüyünü və insanların bir-birini ötməyə çalışaraq bu suya doğru necə qaçdıqlarını gördüm. Kimlərə bu sudan çatdısa onu bədəninə sürtdü, su əldə edə bilməyənlər isə əllərini yoldaşlarının yaş əllərinə vurdular. Sonra gördüm ki, Bilal ucu iti bir paya götürüb yerə batırdı. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm qırmızı paltarda ətəyi baldırının yarısına qədər qaldırılmış halda çadırdan çıxdı və bu payaya tərəf üz tutub cəmaata 2 rükət namaz qıldırdı. Mən gördüm ki, insanlar və heyvanlar o payanın qabağından keçib gedirlər. Səhl ibn Səddən soruşdular, Peyğəmbərin minbəri nədən düzəldilmişdi? Səhl dedi, insanlar arasında bunu məndən yaxşı bilən bir kimsə qalmamışdır. O, meşə yuluğundan düzəldilmişdi. Onu Peyğəmbər sallallahu aleyhi və səlləm üçün filan kəs filan qadının azad etdiyi köləsi düzəltmişdi. Minbər hazırlanıb məscidə qoyulduqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onun üstünə çıxdı və üzünü qibləyə tutub Allahu Akbar dedi. Cəmaat isə onun arxasında durdu. O, Qur'an oxuyub rüküyə getdi. Cəmaat da onun arxasında rükü etdi. Sonra o başını qaldırıb minbərdən aşağı indi və dal-dalı gedib yerə səcdə etdi. Bundan sonra o yenə minbərə qalxdı və Qur'an oxuyub rüküyə getdi. Sonra da başını qaldırıb minbərdən aşağı indi və dal-dalı gedib yerə səcdə etdi. Minbər haqqında mənə məlum olan budur. Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, nənəsi Muleykə Peyğəmbər sallallahu aleyhi və səlləmi onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm yeməyi yedikdən sonra dedi, durun sizə namaz qıldırım. Ənəs demişdir, mən çox istifadə olunduğundan qaralmış həsirimizə yaxınlaşıb üstünə biraz su səpdim. Sonra Peyğəmbər onun üstündə namaza durdu. Mən yetim Dumeyra ilə birgə onun arxasında durdum. Nənəm də bizim arxamızda durdu. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə 2 rükət namaz qıldırdıqdan sonra çıxıb getdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə radiyallahu anhə demişdir. Mən Peyğəmbərin qarşısında ayaqlarımı onun qibləsinə tərəf uzadıb yatardım. O, səcdəyə getdikdə əlini mənə toxundurar və mən ayaqlarımı yığardım. Səcdədən qalxdıqda isə onları uzadardım. Ayşə dedi, o vaxtlar evlərdə lampa yox idi. Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, bəzən biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə namaz qılarkən, bizlərdən bəzisi bərk isti olduğundan paltarının ətəyini səcdə etdiyi yerə sərərdi. Ənəsdən soruşdular, Peyğəmbər səndəllə namaz qılıbmı? O, bəli deyə cavab verdi. Cərir ibn Abdullahdan rəvayət edilir ki, bir dəfə o təbii ehtiyacını rəf etdikdən sonra dəstəmaz aldı və məstlərinə məst çəkdi. Sonra da qalxıb namaz qıldı. Bu haqda ondan soruşduqda, mən Peyğəmbərin bu cür etdiyini görmüşəm dedi. İbrahim demişdir. Bu hədis əshabələrin xoşuna gəlirdi. Çünki Cərir İslamı gec qəbul edənlərdən idi. Abdullah ibn Məlik ibn Buheynə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qıldığı zaman əllərini o qədər bir-birindən aralı qoyardı ki, qoltuğunun ağlığı görünərdi. Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, kim bizim qıldığımız namazı qılır, özünü qibləmizə çevirir və kəsdiyimiz qurbandan yeyirsə, o Allahın və onun elçisinin mühafizəsi altında olan müsəlmandır. Belə kimsələrin haqqına girməklə Allaha və onun elçisinə xəyanət etməyin. İbn Ömərdən soruşdular ki, ömrə ziyarətində Kəbəni təvaf etmiş, lakin Səfa və Mərvə arasında gedib gəlməmiş adam zövcəsi ilə yaxınlıq edə bilərmi? O dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə gəldikdə Kəbəni 7 dəfə təvaf etdi. İbrahimin dayandığı yerin arxasında 2 rükət namaz qıldı və Səfa ilə Mərvə arasında gedib gəldi. Həqiqətən Allahın elçisi sizin üçün gözəl örnəkdir. İbn Abbas demişdir, Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbəyə daxil olduqda onun hər tərəfində dua etdi və oradan çıxana dək namaz qılmadı. Oradan çıxanda üzünü Kəbəyə çevirib 2 rükət namaz qıldı və qiblə budur, dedi. Bəra ibn Azib radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 16 və ya 17 ay Beytül Məqdisə tərəf namaz qıldı. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm
Çox istəyirdi ki, qiblə Kəbəyə tərəf olsun və Allah bu xüsusda ayə nazil etdi. Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbəyə tərəf üst tutdu. Səfeh adamlar, Yahudilər dedilər, onları üst tutduqları qiblədən döndərən nə oldu? De, məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir. Peyğəmbərlə birlikdə bir nəfər namaz qıldı və namazdan sonra məsciddən çıxdı və Beytül-Məqdisə tərəf üst tutub əsr namazını qılan ənsardan olan bir qövmün yanından keçərkən dedi, şahidlik edirəm ki, mən Allahın elçisi ilə birlikdə namaz qıldım və o üzünü Kəbəyə tərəf tutmuşdu. Onlar bunu eşidən kimi Kəbəyə tərəf çevrildilər. Cabir radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm minik üzərində getdiyi istiqamətə tərəf üst tutaraq namaz qılardı. Fərz namazını qılmaq istədikdə isə yerə iner və qibləyə tərəf üst tutardı. Abdullah ibn Məsud radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılıb salamları verdikdən sonra ondan soruşdular. Ey Allahın elçisi, namazda nə isə bir dəyişiklikmi olub? O, nə olub ki, deyə soruşdu. Əshabələr, sən namazı filan cür qıldın dedilər. Onda o dizlərini yerə qoyub üzünü qibləyə çevirdi və 2 dəfə səcdə etdikdən sonra yenidən salam verdi. Üzünü bizə tərəf çevirdikdə isə dedi, hərgah namazda bir şey baş versəydi, bu haqda mən sizə mütləq xəbər verərdim. Lakin mən də sizin kimi bir insanam, sizin kimi mən də unuduram. Odur ki, unutsam yadıma salın. Və əgər sizdən birinizdə qıldığı namazına dair şübhə oyanarsa, qoy daha düz olana meyl edib namazını tamamlasın və salamları versin, sonra da 2 dəfə əlavə səcdə etsin. Rəvayət edilir ki, Ömər radiyallahu anhu demişdir, mən 3 ayədə Rəbbimə müvafiq oldum. Mən, ya Rasulullah, bəlkə İbrahimin durduğu yeri namazgah edək dedim. İbrahimin dayandığı yeri namazgah edin ayəsi nazil oldu. Hicab ayəsi də həmçinin, mən, ya Rasulullah, bəlkə qadınlarına hicab geyməyə əmr edəsən. Axı onlarla həm möminlər, həm də yaramaz insanlar danışırlar dedim. Hicab ayəsi nazil oldu. Üçüncüsünə gəlincə, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələri əlbir olub, ona qarşı qısqanclıq göstərməyə başladıqda mən onlara, əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər dedim. Və bu ayə nazil oldu. Ənəs radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm məscidin qiblə tərəfində tüpürcək gördü və bu ona o qədər ağır gəldi ki, üzüldüyü onun üzündən görünürdü. O, ayağa qalxıb onu əli ilə sildi və dedi, sizdən biriniz namaz qılmağa başladıqda öz Rəbbi ilə gizli söhbətə girir, yaxud Rəbbi onunla qiblə arasındadır. Odur ki, sizdən heç kim qiblə tərəfə tüpürməsin. Tüpürmək istəsə, qoy sol tərəfə və ya ayağının altına tüpürsün. Sonra o, öz izarının bir ucunu tutaraq ona tüpürdü və tüpürcəyini izarının digər tərəfi ilə örtüb dedi, və ya belə etsin. Ənəs ibn Məlik rəvayət edir ki, Peyğəmbər demişdir, məscidə tüpürmək günahdır və bu günahın kəffarəsi isə onu bastırmaqdır. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, yoxsa siz elə güman edirsiniz ki, mən ancaq bu qibləmi görürəm. Allaha and olsun ki, sizin namazdakı hərəkətiniz və necə rüküyə getməyiniz məndən gizli qalmır. Çünki mən sizin arxamda nə etdiyinizi görürəm. Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə Bəhreynlə pul gətirdilər və o, bunu məscidə boşaldın deyə buyurdu. Bu, Peyğəmbərin nə vaxtsa göndərilmiş ən böyük məbləğ idi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılmağa getdi və heç dönüb pullara baxmadı da. Namazı bitirdikdən sonra gəlib həmin pulların yanında oturdu və gördüyü hər kəsə ondan verdi. Bu vaxt Abbas onun yanına gəlib dedi, ya Rasulullah, mənə də bir şey ver. Axı mən həm özüm üçün, həm də Akil üçün fidyə vermişəm. Peyğəmbər sallallahu aleyhi və səlləm ona götür dedi və o da dirhəmləri ovuclayıb paltarının içine yığmağa başladı. Sonra onu qaldırmaq istədi, lakin gücü çatmadı. Onda o dedi, ya Rasulullah, birinə deyib onu qaldırıb çiynimə qoysun. Peyğəmbər olmaz dedi. Abbas, elə isə özün onu qaldır qoy çiynimə dedi. Peyğəmbər yenə olmaz dedi.
Bundan sonra Abbas pulun bir hissəsini boşaltdı və yerdə qalanını qaldırmaq istədi, lakin gücü çatmadı. O yenə dedi, ya Rasulullah, birinə de bunu qaldırıb çiynimə qoysun. Peyğəmbər olmaz dedi. Abbas, elə isə özün qaldır qoy çiynimə dedi. Peyğəmbər yenə olmaz dedi. Belə olduqda Abbas pulun bir hissəsini də boşaltdı. Sonra o bağlamanı qaldırıb çiyninə qoydu və çıxıb getdi. Abbasın pula olan hərisliyinə təəccüblənən Peyğəmbər, o gözdən itənədək onun arxasınca baxdı. Peyğəmbər sallallahu aleyhi və səlləm axırıncı dirhəmləri paylayıb qurtarana qədər yerindən qalxmadı. Mahmud ibn Rabi əl-Ənsari rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabəsi və Bədir döyüşünün ənsardan olan iştirakçısı İtban ibn Malik Peyğəmbərin yanına gəlib dedi, ya Rasulullah, mənim gözlərim zəifləyib, özüm də qövmümə namaz qıldırıram. Yağış yağdığı zaman mənimlə onların arasında olan vadini su basır deyə məscidlərinə gəlib onlara namaz qıldıra bilmirəm. Ya Rasulullah, mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan. Mən də həmin yeri namazgah edim. Peyğəmbər ona, Allah qoysa mən bunu edərəm dedi. Etban dedi, ertəsi gün səhər tezdən Peyğəmbər Əbu Bakırla birlikdə bizə gəldi. Peyğəmbər evə girməyə izin istədi. Mən də ona izin verdim. Evə girdikdə oturmadan dərhal soruşdu, evin harasında namaz qılım? İtban dedi, mən ona evimdə bir yer göstərdim. Peyğəmbər orada durub Allahu Akbar dedi və namaz qılmağa başladı. Biz də onun arxasında cərgəyə durduq. O 2 rükət namaz qıldı və salam verib namazı bitirdi. İtban dedi, biz Peyğəmbəri bir qədər yubatdıq ki, onun üçün hazırladığımız xəzirəni yeyə bilsin. Bu yerin əhalisindən bir çoxları Peyğəmbərin gəlişindən xəbər tutan kimi gəlib evə doluşdular. Onlardan biri soruşdu, Malik ibn Duxeyşin haradadır? Oradakılardan biri dedi, o münafiqdir, Allahın və onun elçisini sevmir. Peyğəmbər dedi, belə demə, məgər sən bilmirsən ki, o Allahın üzünü diləyərək la ilahə illallah demişdir. O adam dedi, Allah və onun elçisi daha yaxşı bilər. İtban dedi, biz onun münafiqlərə qarşı mehriban mövqedə olduğunu və onlara məsləhət verdiyini görürük. Peyğəmbər dedi, Allah həqiqətən də onun üzünü diləyərək la ilahə illallah deyən kimsəyə cəhənnəm odunun toxunmasını haram etmişdir. Xəzirə yemək növüdür. Bu yeməyi hazırlamaq üçün xırda-xırda doğranmış ət suda qaynadılmalı və qaynadıldıqdan sonra üstünə un vurulmalıdır. Ayşə radiyallahu anha rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbəşistanda gördükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər vermiş və o da belə demişdir. Onlar içərilərindən əməli salih bir adam öldükdə, onun qəbri üstündə məbəd tikir və divarlarında həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradılmışların ən pisi olacaqlar. Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə, şəhərin üst tərəfində Amr ibn Avf oğulları yaşadığı məhəllədə qonaq qaldı. Peyğəmbər sallallahu aleyhi və səlləm 14 gün onların arasında qaldıqdan sonra Nəccar oğullarının yanına adam göndərdi. Onlar qılınclarını bellərinə bağlayıb onun yanına gəldilər. Peyğəmbər sallallahu aleyhi və səlləm dəvəsinin üstündə, Əbu Bakır onun tərkində və Nəccar oğullarından da bir dəstə onun ətrafında olduğu halda yola çıxması hələ də gözümün qabağındadır. Nəhayət Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Əyyubun evinin həyətində dəvəsini yerə çöktürdü. Peyğəmbər sallallahu aleyhi və səlləm namaz vaxtı yetişdikdə, harada olursa olsun orada, hətta qoyun ağılında belə namaz qılmağı xoşlayırdı. Sonra o məscid tikməyi əmr etdi. Nəccar oğullarından olan dəstənin arxasınca adam göndərdi və dedi, ey Nəccar oğulları, bu divarınızın qiymətini mənə deyin. Onlar dedilər, yox, Allaha and olsun ki, biz onun əvəzini ancaq Allahdan istəyirik. Ənəs radiyallahu anhu dedi, sizə söylədiyim o yerdə müşriklərin qəbirləri, xarabalıqlar və xurma ağacları var idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri ilə qəbirlər açıldı və xarabalıqlar hamarlandı. Xurma ağaclarını isə kəsib tikiləcək yerdə məscidin qiblə tərəfində yan-bayan dik qoydular. Sonra məscidin qapısını yan divarlarını daşdan hördülər
və şeir deyə-deyə daş daşımağa başladılar. Peyğəmbər sallallahu aleyhi və səlləm də onlarla bərabər daş daşıyırdı və deyirdi: Allahım, əsl əcr axirətin əcridir. Ənsar və mühacirə göstər məharətini. İbn Ömər radiyallahu anhuma üzünü öz dəvəsinə tərəf tutub namaz qılar və deyərdi: Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə etdiyini görmüşəm. Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Namaz əsnasında mənə cəhənnəmin odu göstərildi. İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Namazlarınızın bir qismini öz evlərinizdə qılın, onları qəbirlərə çevirməyin. Ayşə və Abdullah ibn Abbas rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ölümündən qabaq örtüyünü üzünə atmağa başlamışdı. Ürəyi sıxıldıqda isə onu üzündən götürürdü. Belə olduğu halda Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Allah yahudilərə və xristiyanlara lənət eləsin. Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözləri ilə ümmətini onların etdiklərindən çəkindirmişdir. Ayşə radiyallahu anhə rəvayət edir ki, ərəb qəbilələrindən birinin qara dərili kölə qadını vardı. Qadın azad edildikdən sonra da onların yanında qalmışdı. Qadın dedi: Bir dəfə mənim kimi bir qızcığaz çiynində qırmızı rəngli dəridən olan, üstünə mirvari düzülmüş bağlama ilə evdən bayıra çıxdı. O əlindəki bağlamanı yerə qoydu, yaxud o əlindən yerə düşdü. Bundan sonra bir çalağan bağlamanın üstündən uçarkən onu yerə düşmüş ət parçası bilib götürdü. Ev əhli bağlamanı axtardı, lakin tapa bilmədi. Sonra onlar məni oğurluqda günahlandırdılar, üst başımı axtardılar, hətta ayıb yerlərimə də baxdılar. Cariyə dedi: Vallahi mən onların yanında dayandığım zaman həmin çalağan yenə üstümüzdən uçub bağlamanı yerə saldı və o adamların düz arasına düşdü. Onda mən dedim: Budur, məni günahlandırdığınız şey. Halbuki onun itməsində mən günahkar deyildim. İndi o sizin qarşınızdadır. Ayşə radiyallahu anhə dedi: Sonra həmin qadın Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib İslamı qəbul etdi. Məscidin yaxınlığında onun çadırı və ya balaca bir koması var idi. O tez-tez yanıma gəlib mənimlə söhbət edirdi. Qadın hər dəfə məni görəndə belə bir beyt deyirdi: Bağlama itdiyi gün Rəbbin möcüzəsi idi. Kafirlər diyarından o məni xilas etdi. Ayşə dedi: Mən ondan soruşdum: Nə üçün sən hər dəfə mənimlə görüşəndə bu beyti deyirsən? O da mənə bu əhvalatı danışdı. Səhl ibn Səd radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Fatimənin evinə gəlib əlini orada tapmadı və əmim oğlu haradadır deyə soruşdu. Fatimə dedi: Aramızda mübahisə baş verdi. Onun mənə acığı tutdu və günorta mənim yanımda yatmaqdan imtina etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bir nəfərə bax gör o haradadır deyə buyurdu. O adam qayıdıb ya Rasulullah, o məsciddə yatıb dedi. Peyğəmbər oraya getdi. Gördü ki, əli böyrü üstə uzanıb, bürüncəyi üstündən sürüşüb düşüb, özü də toza bulaşıb. Peyğəmbər sallallahu aleyhi və səlləm qalx ey Əbu Turab, qalx ey Əbu Turab deyə tozunu çırpmağa başladı. Əbu Turab torpaq atası və ya torpağa batmış deməkdir. Peyğəmbər ona bu ayamanı verməklə onu əzizləmiş, həqiqi mənada zarafat etmişdir. Əbu Qatadə Əs-Sələmi radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Sizlərdən biri məscidə daxil olduğu zaman qoy oturmamışdan əvvəl 2 rükət namaz qılsın. Abdullah ibn Ömər radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında məscid kərpicdən tikilmişdi. Onun damı xurma ağacının budaqlarından, dirəkləri isə xurma ağacının gövdələrindən hazırlanmışdı. Əbu Bakır ona heç nə əlavə etmədi. Ömərə gəlincə, o, Peyğəmbərin zamanında olduğu kimi məscidi kərpiclərdən və xurma ağacının budaqlarından tikməklə, dirəklərini də əvvəlki kimi ağacdan düzəltməklə onu genişləndirdi. Sonra Osman məscidin binasını dəyişdirdi və onu biraz da genişləndirdi. O, məscidin divarlarını yonulmuş daşlarla hördürüb əhənglədi, dirəklərini yonulmuş daşlardan tikdirdi, damını da Hind palıdı ilə örtdürdü. İkrimə rəvayət edir ki, bir dəfə İbn Abbas mənə və oğlu Əliyə dedi: Əbu Səid Əl-Xudrinin yanına gedin və rəvayət etdiyi hədislərə qulaq asın. Biz gedib gördük ki, o bağda işləyir. O bizi görən kimi üst geyimini götürüb ona büründü. Sonra bizə hədis danışmağa başladı. Nəhayət məscidin tikilməsini xatırladıqda dedi:
Biz kərpicləri bir-bir götürüb daşıyırdıq. Əmmar isə iki-iki götürürdü. Peyğəmbər sallallahu aleyhi və səlləm Əmmarın canfəşanlığını görəndə ona yaxınlaşdı və onun üstündəki tozu çırpa-çırpa dedi: "Yazıq Əmmar, onu təcavüzkar bir dəstə öldürəcəkdir. Əmmar onları cənnətə, onlar isə onu cəhənnəmə çağıracaqlar." Əbu Səid dedi: Əmmar bu sözləri eşidib dedi: "Mən bu fitnədən Allaha sığınıram." Belə rəvayət edilir ki, Osman ibn Affan radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidini yenidən tikdiyi zaman insanların onun haqqında söylədiklərinə etiraz edib demişdir: "Siz mənim işimə çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin belə dediyini eşitmişəm. Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün cənnətdə buna bənzər bir ev tikər." Cabir ibn Abdullah radiyallahu anhu rəvayət edir ki, bir nəfər çiynində oxlar olduğu halda məsciddən keçərkən Peyğəmbər sallallahu aleyhi və səlləm ona oxların ucularından tut dedi. Əbu Musa əl-Əşəri radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Qoy məscidlərimizin və ya bazarlarımızın birindən üstündə ox olduğu halda keçən hər kəs əli ilə oxların ucundan tutsun ki, heç bir müsəlmanı yaralamasın." Həssan ibn Sabit əl-Ənsari radiyallahu anhu rəvayət edir ki, bir dəfə o Əbu Hureyradan soruşdu: "Səni and verirəm Allaha, de görün Peyğəmbərin, ey Həssan, Allahın elçisinin əvəzinə müşriklərə cavab ver. Ey Allah, onu müqəddəs ruhla kömək ol. Dediyini eşitmisənmi?" Əbu Hureyra, bəli deyə cavab verdi. Ayşə radiyallahu anha demişdir: Bir dəfə Həbəşilər məsciddə oynayarkən, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi otağımın qapısının önündə gördüm. Bu vaxt Peyğəmbər bürüncəyini qapıya tuturdu ki, mən onların oynamağına baxa bilim. Digər rəvayətdə də deyilir ki, onlar öz nizələri ilə oynayırdılar. Kəb ibn Məlik radiyallahu anhu rəvayət edir ki, bir dəfə məsciddə o İbn Əbu Hədrəddən ona verdiyi borcu qaytarmağı tələb etdi və onlar səslərini qaldırmağa başladılar. Nəhayət Peyğəmbər sallallahu aleyhi və səlləm evində ikən onların səsini eşidib bayıra çıxdı və otağının pərdəsini açıb uca səslə "Ey Kəb" deyə çağırdı. Kəb, "Əmrinə müntəzirəm ya Rasulullah" deyə cavab verdi. Peyğəmbər əli ilə işarə edib dedi: "Alacağından bu qədərini, yəni yarısını bağışla." Kəb dedi: "Bağışladım ya Rasulullah." Onda Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Əbu Hədrədə "Qalx borcunu ödə" deyə əmr etdi. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, məscidi süpürən bir zənci kişi və ya zənci qadın öldü. Peyğəmbər sallallahu aleyhi və səlləm onun barəsində soruşduğunda, əshabələr "O öldü" deyə cavab verdi. O, "Nə üçün mənə bildirməmisiniz? Mənə onun qəbrini göstərin" dedikdən sonra onun qəbrinin yanına gəldi və ona cənazə namazı qıldı. Ayşə radiyallahu anhə rəvayət edir ki, Əl-Bəqərə surəsindəki sələm haqqında ayələr nazil olduqda, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidə gəlib onları cəmaata oxudu. Bundan sonra o, şərabın alışverişini haram buyurdu. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Dünən cinlərdən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün mənim yanıma gəldi." Ravi deyir ki, yaxud Peyğəmbər buna bənzər bir söz söylədi. Lakin Allah mənə onu tutmağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin dirəklərindən birinə bağlayım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz. Ancaq qardaşım Süleymanın dediyini xatırladım. O demişdir: "Ey Rəbbim, məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın." Ayşə radiyallahu anhə rəvayət edir ki, Xəndək döyüşü günü Saad ibn Muazın qolunun şah damarı kəsilmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm tez-tez ona baş çəksin deyə məsciddə çadır qurdurdu. Məsciddə Ğifar oğullarına məxsus başqa bir çadır da var idi. Lakin onlara tərəf axan qanı gördükdə təşvişə düşüb dedilər: "Ey çadır əhli, sizdən bizə tərəf axan qan nədir?" Bir də gördülər ki, Səədin yarasından qan axır. Səəd elə oradaca vəfat etdi. Ummu Sələmə radiyallahu anhə rəvayət edir ki, həcc ziyarətində mən xəstəliyimdən Peyğəmbər sallallahu aleyhi və səlləmə şikayət etdim. O da dəvəyə minib cəmaatın arxasınca təvaf et dedi. Mən təvaf etdikdə Peyğəmbər Kəbənin yanında durub, and olsun dağa, and olsun yazılmış kitaba oxuyaraq namaz qılırdı. Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabələrindən 2 nəfər zülmət gecədə onun yanından çıxdılar
və onların qarşısında yollarına işıq salan çırağa bənzər iki şey peyda oldu. Onlar bir-birlərindən ayrıldıkdan sonra hər birinin qarşısında evinə çatana qədər yolunu işıqlandıran bir çıraq qaldı. Əbu Səid Əl-Xudri rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm öz xutbəsində demişdir: Allah bir qula dünya həyatı ilə öz yanında olan nemətlər arasında seçim etmək imkanı verdi və o qul Allah yanında olanları seçdi. Əbu Bakır bu sözləri eşidəndə ağladı. Mən öz-özümə dedim: əgər Allah bir qula dünya həyatı ilə öz yanında olan nemətlər arasında seçim etmək imkanı verib və o qul Allah yanında olanları seçibsə, onda bu şeyxi ağladan nədir? Axırda bəlli oldu ki, bu qul Peyğəmbər sallallahu aleyhi və səlləmin özü imiş. Həqiqətən də Əbu Bakır bizdən çox bilirdi. Peyğəmbər dedi: ey Əbu Bakır, ağlama. Həqiqətən insanlar arasında dostluqda və malını xərcləməkdə mənə ən sadiq olanı Əbu Bakırdır. Əgər mən ümmətimin arasında özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bakrı seçərdim. Lakin İslamda qardaşlıq və sevgi bundan da yaxşıdır. Qoy məsciddə Əbu Bakrın qapısından başqa bütün qapılar qapadılsın. İbn Abbas radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman başı sarıqlı halda məscidə gəlib minbərdə oturdu. Allaha həmd səna deyib məhd etdikdən sonra dedi: həqiqətən insanlar arasında canını və malını fəda etməkdə mənə Əbu Bakır və İbn Əbu Quhafədən daha sadiq olan başqa birisi yoxdur. Əgər mən insanlar arasında özümə ən yaxın dost seçməli olsaydım, hökmən Əbu Bakrı dost seçərdim. Lakin İslamda qardaşlıq bundan əfsəldir. Elə isə bu məsciddə Əbu Bakrın qapısından başqa bütün qapıları bağlayın. Abdullah ibn Ömər radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə gəldikdə Osman ibn Talhəni yanına çağırdı. Osman Kəbənin qapısını açdı və Peyğəmbər sallallahu aleyhi və səlləm, Bilal, Usame ibn Zeyd və Osman ibn Talhə içəri girdilər. Sonra qapılar bağlandı. Peyğəmbər sallallahu aleyhi və səlləm əshabələrlə birlikdə Kəbənin içində bir müddət qaldıqdan sonra bayıra çıxdılar. İbn Ömər dedi: mən dərhal Bilala yaxınlaşıb Peyğəmbərin nə etdiyini soruşdum. Bilal, içəridə namaz qıldı deyə cavab verdi. Mən harada deyə soruşdum. Bilal, iki sütunun arasında deyə cavab verdi. İbn Ömər dedi: ondan neçə rükət qıldığını soruşmaq yadımdan çıxdı. Abdullah ibn Zeyd Əl-Ənsari radiyallahu anhu rəvayət edir ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmin arxası üstə uzanıb, bir ayağını o biri ayağının üstünə qoyduğunu görmüşdür. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İnsanın cəmaatla qıldığı namazı öz evində və ya bazarda fərdi şəkildə qıldığı namazdan 25 dəfə artıqdır. Çünki sizlərdən biri lazımi qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədi ilə məscidə gəlsə, məscidə daxil olana dək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qaldığı vaxt ərzində namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində dəstəmazı pozulana dək mələklər Allahım onu bağışla, Allahım ona rəhm et deyə onun üçün dua edirlər. Əbu Musa radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, möminlər bir bina kimidirlər, bir-birlərini dəstəkləyirlər dedi və barmaqlarını bir-birinə keçirdi. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə axşam namazlarından birini qıldırdı. O bizə 2 rükət qıldırdıqdan sonra salam verdi. Bundan sonra məscidin içində köndələninə qoyulmuş ağac parçasına dirsəkləndi. Özü də sanki qəzəblənmişdi. Sonra o sağ əlini sol əlinin üstünə qoyub barmaqlarını bir-birinə keçirdi və sağ yanağını sol əlinin arxasına söykədi. Tez getmək istəyənlər məscidin qapılarından çıxdılar və namaz qısaldı dedilər. Məsciddəki cəmaatın arasında Əbu Bakır və Ömər də var idi. Lakin onlar Peyğəmbərə söz deməkdən çəkindilər. Cəmaatın arasında qolları uzun olduğu üçün Zülyadeyn deyilən bir nəfər var idi. Həmin adam, ya Rasulullah, unuttunmu? Yoxsa namaz qısalmışdır, deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm, mən heç nə unutmamışam, namaz da qısalmayıb, dedi. Və cəmaatdan soruşdu ki, Zülyadeyn dediyi kimidirmi? Onlar bəli deyə cavab verdikdə o qalxıb qabağa keçdi.
və buraxdığı rükətləri qıldıqdan sonra salamları verdi. Bundan sonra o, Allahu Akbar deyib səcdəyə getdi və həmişəki qədər yaxud da biraz da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb Allahu Akbar dedi. Sonra yenə Allahu Akbar deyib səcdəyə getdi və həmişəki qədər yaxud da biraz uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb Allahu Akbar dedi. Sonra salamları verdi. Rəvayət edilir ki, Abdullah ibn Ömər Mədinəyə gedən yolda başqa-başqa yerlərdə namaz qılardı və deyərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin də həmin yerlərdə namaz qıldığını görmüşdür. Abdullah ibn Ömər radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümrə və həcc ziyarətinə gedərkən Zülhüleyfədə tikanlı bir ağacın altında məscidin yerində dayandı. Döyüşdən yaxud ümrə və ya həcc ziyarətlərindən həmin yolla qayıdarkən Əqiq vadisinin içindən keçər, orada yuxarı qalxdıqda isə öz dəvəsini nə məscidin yanında, nə də o məscidin olduğu təpənin üstündə deyil, vadinin şərq tərəfindəki daşlıq sahədə yerə çöktürər və orada dincəlmək üçün səhərə qədər dayanardı. Abdullah ibn Ömər məcrasında qum təpələri olan vadidə namaz qılardı. Əvvəllər o yerdə Peyğəmbər namaz qılarmış. Sonradan vadidən axan sellər Abdullah ibn Ömərin namaz qıldığı təpələri yuyub yerlə bərabər etmişdi. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Şərəf Ər-Rovhədəki məscidin yanındakı kiçik məscidin yerində namaz qılardı. Abdullah Peyğəmbərin namaz qıldığı yerin harada olduğunu bildirib deyərdi. Orada məsciddə namaza durduğun zaman həmin yer sənin sağ tərəfində qalar. O məscid Məkkə istiqamətində yolun sağ tərəfində yerləşir. Onunla böyük məscidin arasında 50 atılmış daş qədər yaxud buna yaxın bir məsafə vardır. Rəvayət edilir ki, Abdullah ibn Ömər Rovhənin çıxacağında üzünü İrq vadisinə tərəf çevirib namaz qılardı. Bu vadinin qurtaracağı məscidin yanındakı yolun kənarına birləşirdi və Məkkəyə doğru getdikdə həmin vadi ilə Rovhənin çıxacağı arasında qalırdı. Orada bir məscid tikilmişdi, lakin Abdullah ibn Ömər o məsciddə namaz qılmazdı. Onu özündən sol tərəfdə arxada qoyaraq üzünü İrq vadisinə tərəf çevirib namaz qılardı. O, Rovhədən çıxarkən həmin yerə gəlib çatana dək zöhr namazını qılmaz, bu namazı məhz orada qılardı. Məkkədən qayıtdıqdan oradan sübh çağına 1 saat qalmış, yaxud dan yerinin ağarmasına yaxın keçərdisə, onda sübh namazını qılana dək dayanardı. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər Ruveysənin yaxınlığında yolun sağ tərəfindəki düzəngahda bitmiş böyük bir ağacın altında dincəlmək üçün dayanardı. Bu ağac Ruveysədə qasidlərin dayandığı yerdən təxminən 2 mil aralıda yerləşən təpənin arxasında bitmişdi. Bu ağacın yuxarısı qırılmış, içi oyulmuş, özü gövdəsi üstə qalmış, dibində də çoxlu qum təpəcikləri var idi. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ərc kəndinin arxasındakı yüksəklikdə çox hündür olmayan dağ istiqamətindəki sel yatağının kənarında namaz qılardı. Sonradan orada tikilmiş məscidin yanında 2 və ya 3 qəbir var idi ki, onların üstünə böyük daşlar qoyulmuşdur və onlar yolun sağ tərəfində bitmiş ağacların arasındadır. Abdullah günəş zeniti keçdikdən sonra Ərcdən çıxar və zöhr namazını həmin məsciddə qılardı. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər Hərşa dağının yaxınlığındakı vadinin məcrasındakı yolun solunda ağacların yanında dayanardı. Bu vadi Hərşa dağının ətəyində yerləşir. Vadi ilə yol arasında məsafə atılmış oxun uçduğu məsafəyə bərabərdir. Abdullah bu ağacların ən uzununa və yola ən yaxın olanına doğru namaz qılardı. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə gedən yolun üstündəki Mərruz Zəhran vadisinin aşağı tərəfində dayanardı. Yolçu Səfravatdan çıxanda əgər Məkkəyə gedirsə, yolun sol tərəfində yerləşən bu vadidən keçir. Peyğəmbərin dayandığı yerlə yolun arasındakı məsafə isə 50 atılmış daşın uçub düşdüyü məsafəyə qədərdir. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə gələrkən Zutuva vadisində dayanıb gecəni orada keçirər və səhər açılanda sübh namazını qılardı. Peyğəmbər sallallahu aleyhi və səlləmin namaz qıldığı həmin yer o vadidə sonradan məscid tikilmiş yerdə deyil, ondan aşağıda böyük bir təpədə yerləşir. Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər namaz qılarkən üzünü Kəbə istiqamətində yerləşən hündür dağ arasındakı 2 keçidə tərəf çevirərdi.
İbn Ömər namaza durduğu zaman və sonralar orada tikilmiş məscid təpənin kənarındakı məscidin sol tərəfində qalırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qıldığı yer isə bu məsciddən aşağıdakı qara təpədə yerləşir. O təpədən 10 ərəş aralandıqdan sonra səninlə Kəbə arasında yerləşən dağın iki keçidinə tərəf üz tutub namaz qıla bilərsən.